Mövzu sınaq imtahanı 9-cu sinif. Tutaq ki, imtahandasınız, sınaq imtahanında və qarşınızda dinləmə suallarıdır və 2 dinləmə şansınız var. Birinci dinləmədə 4 sualdır bildiyiniz kimi. Birincidə what is the passage mainly about? Mətn nə haqqındadır deyə soruşur. Əsasən ilk cümlədən bilirsən ki, mətn nə haqqındadır. 2-də choose the correct sentences according to the passage. Mütləq şərti oxuyun və burada korrektiləri hərflərlə verilib ki, nəzərinizə çarpsın. Doğruları istəyir, doğru cümlələri. 3-də complete the sentence according to the passage. Complete tamamlamaqdır. Mətnə görə cümləni tamamlayırsınız. The city is famous for ardını gətirəcək orada, onu yazacaqsınız. 4-cü sualda true false suallarıdır. Decide whether the statements are true or false. Qərar verin, doğrudur cümlələr, fikirlər yoxsa yanlışdır. Deməli, biz dinləməni qoşacağam. Açar sözlərə fikir verirsiniz. Açar sözlər nədir? Məsələn, ikincidə deyir ki, very nice, large street. Sifətlərə baxırıq. Dəyişəndə sifətləri dəyişirlər. Sonra sayları dəyişirlər, məkanları dəyişə bilirlər. Sonra əsasən cümlədə inkar olanda 90% deyək də, only olanda, hardly olanda, never olanda yanlış olur deyirik. Burada verilməyib. Ümumiyyətlə Paris haqqında məlumatı olan, dünya görüşü olanlar deyək. Məlumatlı şəxslər asanlıqla dinləmədən də yaza bilərlər bunu. Amma məlumatınız yoxdursa mütləq dinləməlisiniz və sonra yazmalısınız. İndi keçirik biz dinləməyə və nələrə fikir verəcəyik dedik? Məkanlara, saylara, onları ya dairəyə alırsınız, ya altından xətt çəkirsiniz ki, mən dinləyərkən əsas nəyə fikir verəcəm deyə. Və başlayaq dinləməmizə. Listen to the passage and answer the questions from 1 to 4. Paris is the capital city of France. It is one of the most famous cities in the world. Many people call it the city of love. Paris has a population of more than 2 million people. The city is famous for its beautiful buildings, museums, and cafes. The Eiffel Tower is the most popular tourist attraction and millions of people visit it every year. Another important place is the Louvre Museum, where you can see the Mona Lisa. Walking in Paris is very nice because there are many small streets with shops and restaurants. French food like croissants and cheese is very popular with tourists. Many visitors also enjoy a boat trip on the River Seine, which goes through the city. Paris is also an important place for fashion. Many famous designers work there, and the city has special fashion shows every year. Listen to the passage and answer the questions from 1 to 4. ChatGPT is a new computer program. Üzr istəyirəm. 2 dəfə də qoşaq. 9-cu sinif. Listen to the passage and answer the questions from 1 to 4. Paris is the capital city of France. It is one of the most famous cities in the world. Many people call it the city of love. Paris has a population of more than 2 million people. The city is famous for its beautiful buildings, museums, and cafes. The Eiffel Tower is the most popular tourist attraction and millions of people visit it every year. Another important place is the Louvre Museum, where you can see the Mona Lisa. Walking in Paris is very nice because there are many small streets with shops and restaurants. French food like croissants and cheese is very popular with tourists. Many visitors also enjoy a boat trip on the River Seine, which goes through the city. Paris is also an important place for fashion. Many famous designers work there, and the city has special fashion shows every year. Listen to the passage. Demək, burada nəyi dedi? Birdə dedi ki, Parisdən söhbət gedir. Parisin adı The City of Love-dır. Sevgi şəhəri adlandırırlar. Burada dəbdən söhbət getmədi, səbəblərindən söhbət getmədi, Discovering Fransanın kəşfindən söhbət getmədi, Parisin məşhur yerlərindən söhbət getmədi. Yəni Parisin özündən danışıldı. İkinci sualda
doğrunu istəyir, doğru cümlələri. Burada qeyd etmişəm. Walking in the Paris is very nice because there are many large yox small dedi. Hospital sözünü demədi deyə yanlışdı. Məkanlara demişdim, sifətlərə fikir verin, gördünüzmü? Onları dəyişdilər. 2-də Paris has a population of more than 2 million people. İkinci sualın ikisində doğru deyib. Dördüncü sualın amma üçüncüsündədir ki, more than 12 million. 2-nu 12 ilə əvəz elədi ki, uşaqları çaşdırsınlar. Deməli, burada 12 yanlış olacaq, dördün üçüncüsü. Gəldik, Paris is an important place for fashion. Düzdür. Many visitors enjoy a boat trip on Thames River demədi, Siena River dedi. Ona görə bu city dedi. Ona görə bu yanlışdır. 3-də də dedi city is famous for its beautiful buildings, museum and cafes. Bu doğrudur. 3-də cavab Y olacaq. The River Seine goes through Paris. Bu doğrudur. Yəni Parisdən keçir. Paris is the capital of Spain. İspaniya paytaxtı deyil. Bir dəqiqə. İspaniya paytaxtı deyil. Bu olacaq false, yanlışdır. Üzr istəyirəm. Bir dəqiqə. Spain false. More than 12 million false. Mona Lisa true. Bir də ki Louvre muzeyində yerləşir. Louvre muzeyində. River Seine goes through Paris. Bu da true idi. Bu bizim dinləmə suallarımız. Özünüzü yoxladınız, doğru cavab verdinizsə, demək ki tam bal almısınız. Və bu arada 4-cü sualda 2 səhv, 2 düzdürsə, ümumiyyətlə bal verilmir. Və 3 düz, 1 səhvdirsə, yarı bal veriləcək. Keçək biz mətnimizə və yaxud da qrammatika suallarımıza.